Cl-12O6 qıcqırma reaksiyasıdır. X-dir, sonra karbonla Z-dir, sonra da T deyə belə bir birləşməmiz var. Y bəsit maddəsi təbii ki, glikozanın qıcqırmasından 3 məhsul alınıbsa, yağ turşusu YX-dirsə və Y bəsit maddədirsə, Y-ımız hidrogendir. Yağ turşusuna qıcqırmada hidrogen alınır. X-ımız karbon qazıdır. Yəni CO2-dir. Karbon qazının karbonla reaksiyası ZCO-dur. CO-nun 2 mol hidrogenlə, yəni 2 mol H2 ilə reaksiyasından metanol alınacaq. Və beynəlxalq adı da metanoldur. Yəni burada tarixi ad da soruşa bilərik. Tarixi ad karbinol, oduncaq spirti və s. Amma bizdə beynəlxalq soruşduğuna görə biz metanol götürürük. Normal testlərdə ola bilər, cavabda onları da verə bilərlər. Məsələn, metil spirti verib burada.